ki vlog düzəldərəm deyə video çəkmək qərarına gəldim. 20 yanvarda. Burada 20 yanvarda Mahirə gidib qarşılayırıq. Bütün alışverişi Mahirə ilə Pəri eləmişdi, sağ olsunlar. Baxmayaraq ki 6 dənə səs qalmışlar səhər yemək üçün. Bunun günahkarı da mən idim. Neysə amma əsas odur ki doyduq. Salam. Tamam, sen edelim. Neye göre sen bir yakınlaşmıyor dedi. Salam ver. Oliver yakın. Salam ver. İnsanlar rayon avtobuslarına avtomatik yüklenen nəfəs və onun kimlərin mahnısını çox sevdiklərindən mi, yoxsa digər insanlara tahammülsüzlüklərindən mi irəli gələrəkdən bizim danışıqlarımızdan rahatsız olduğu üçün mən bütün yolu yatmışam düzdür. Mahirədən mən də olsam digərlərinin yerinə rahatsız olardım. Mahirəni danışmağa qoymayıblar və mən də oyandığım müddətdə yol çəkməyə başlamışam. Years later. Az getdik, düz getdik, Dərətəpə yüz getdik, gəldik, axır ki Çuxur yurda çatdıq. Baxmayaraq ki, Mahirə mənim telefonumu bəyənmir, amma mən də çəkdiyim vlogda özümdə düşüncəyə biraz da özüm çəkmişəm. Qarşılamasına 10 üzərindən 10 verdik. Sonra getdik çörək almağa. Çörək alanda da xalalar bizi dolandırdı məncə, bir təmiz çörəyin bizə 1 manata verdilər. Dedik ki, gəlib yenə alacaq, getmədik. Biraz Mahirə gülün bazarlığına oxşadı bu çörək. Niyə gətirsin? Onu üst gəldim, burada da mən iradımı bildirirəm ki, niyə sosiskanı azalıblar. 2.5 kilo ət alırdılar, amma sosiskanı niyə azalıblar. Bu da xətirlərinə dəydi biraz. Sonra Mahirə ilə Pərinin love storiesini görürük. Qaydasındadır. Yeməyimiz, içməyimiz. Sağ ol, sağ ol. Acın olsun, toy olsun. Bizdən sonra keçid özü qeyd edək. Super Mario çıktı. Blok. Ne bir şey? Səndən nə çıxdı ayma o? Bize yaxşı şeyler çıkıyor. Buna bakın. Fürsətdən istifadə edib Kinder istehsalçılarına demək istəyirəm ki, xahiş edirəm, yəni haqsızlıq eləməyin. Hamısının qiyməti eyni olduğu halda niyə bəzilərinə maraqsız oyuncaq çıxır? Bunun səbəbi çox güman ki, maraqlı oyuncaq çıxana qədər Kinderin satışının olmağıdır, amma yenə də kırıcı. Üç dövrə böldüyüm, hansı ki tibbi dövrlərə böldüyüm kitabın mərhələlərini burada da demək istəyirəm. Birinci mərhələ gizli, latent mərhələ idi. Bu mərhələdə Mahirə doktorumuzun rolu əvəzsiz oldu. Daha sonra prodromal mərhələ. Bu mərhələ olmasaydı, hansı ki klinik təzahürlərin üzə çıxacağı mərhələ olmayacaqdı. Prodromal mərhələni Nigar doktora borcluyuq.
Etkinlik təzahürlərinin necə çıxması mərhələsində də ki, özüm şəxsən iştirak elədim. Mən istirçiyəm, mən iş görürdüm. Yemək hazır deyilsə şiş nardan çıxıb. Yeməkdən sonra çıxır yurdu, kəşfə çıxdıq. Biraz təbiətlə haşır nəşir olmaq istədik. Buzovlar çağırdıq, bizə tərəf gəlmədilər düzü. Belə çox qəşəng görünürlər. Buralar hep sana bahsettiğim yerler Jessica, İcre, Hakkari, Mezopotamya. Ərin anasına da bu dadlı cheesecake'dən ötürü çox təşəkkürlər. Hə, Mədnə xala, artıq rahat ola bilərsən. Yəni Mahirə bir məclisi yola verə biləcək kapasitədədir. Axır ki onu sən istədiyin kıvama gətirməyə doğru addımlarımız işə yarayır. Bugün 9 may 2025-ci ildir. Razinin birinliyidir. Razinin birinliyi qeyd eləmək üçün Şamaxıya gəlmişlər. Yasemin yanında. Prezident Turadan çəkməni qeyd eləmək məqsədi ilə gələn bizi Xaçmaza aparacaq 9 may tarixində. Mən də burada soğuk baklava söz verirəm. Mahirə ilə qumru imtahanından keçəndə. Keçəndən sonra söz verirəm. Mən sizə söz verirəm də. Yaxşı gedərik bir qonaqlığa. Burada da artıq saat 8-dir, 9-a işləyir axşam. Bakıya qayıdırıq. Burada Şamaxının mərkəzidir. İzlədiyiniz üçün təşəkkürlər.